Təşəkkür edirəm Sevinç xanım. Sevinç xanım, bilirik ki, Rusiya böyük ölkədir, kifayət dərəcədə resursları var, belə imkanları genişdir, həm canlı qüvvə baxımından, təbii ki, Ukrayna ilə müqayisədə biz bunu xüsusilə vurğulayırıq. Amma nə qədər resurslar böyük olur olsun, nə qədər imkanlar geniş olur olsun, bunun bir tükənməz halı da var. Yəni, bu demək deyil ki, daimi axacaq da. Bu, eyni zamanda tükənəndir. İstənilən böyük bir resurs da yeri gələndə tükənir. Mən çox üzr istəyirəm, təvəzzökarlıqdan uzaq olmasın. Bu, sizin mətbuatda elə sizin qəzetdə Yeni Müsavatda bu günlərdə mənim yazım çıxdı ki, məhz artıq o tükənmə prosesi başladığına görə bu 3 il yarım ərzində vergiləri artırmayan, yəni ki, əhalidən vergiləri, əlavə dəyər vergisi artırmayan Putin artıq qərar verib ki, bunu birdən-birə 22%-ə qaldırsın. Yəni ki, bu əvvəllər belə deyildi. Birdən-birə 2% faktiki olaraq artırmış oldu. Bu nə deməkdir? Yəni ki, artıq Ukrayna ilə müharibəni davam etdirmək üçün dövlət öz əhalisinin cibinə girməlidir. İstəyir biznesmen olsun, istəyir kasıb, yoxsulluq şəxsi olsun, istəyir təqaüdçü olsun. Bax, burada təkcə avqustun sonu üçün o qədər büdcə kəsir olubdur. Mən indi rublə Interfaxın verdiyi məlumatı deyirəm, 419 trilyon rubl təkcə 8 aylıqda bu cür, belə deyək ki, büdcə kəsir olubdur. Bu deməli, bunu hər halda içəridə, yalnız bunu, belə deyək ki, iqtisadçılar görmür ki, bunu hər kəs, yəni o məmur heyəti ki, deyirsiniz ki, Putin komandasında, ümumiyyətlə ölkədə, bu digər şəkildə bu məsələləri görənlər var və perspektivin nəyə apardığını hiss edirlər. Nəyə apara bilər Sevinç xanım? Biz bu 3 il yarımda çox təəssüf ki, Rusiya ictimaiyyətində, Rusiya cəmiyyətində konkret ciddi bir etirazlar, kütləvi narazılıq bu müharibəyə qarşı görməmişik. Amma Rusiya tarixi kifayət dərəcədə üsyanlarla, inqilablarla, belə deyək, kütləvi etirazlarla zəngindir. Əsrlər bundan bu əvvəl istəyir Romanovlara qarşı, istəyir Sovetə qarşı, yeri gələndə Romanovlar dövründə dəfələrlə inqilablar, üsyanlar olubdur. Mümkündür ki, Rusiya cəmiyyəti də artıq bu, onun cibinə girdiyini artıq gərək çoxdan dərk eləyirdi. İndidən başa düşə bilər və heç də xoş olmayan, yəni mən siz dediyiniz faktların daxili hissəsini deyirəm, amma daxili faktorları deyirəm. Xarici faktorlar isə siz də bilirsiniz ki, necə qeyd elədiniz, xarici faktorlar. Artıq Amerika Birləşmiş Ştatlarında mən deməzdim ki, U dönüşü eləyib Trump, amma hər halda Rusiya qarşı, konkret olaraq da Putinə qarşı kəskin mövqe bildirir. Avropa güclənir, yəni ki, Avropa öz müdafiə qabiliyyətini gücləndirmək üçün daha çox vəsait ayırır. Çox sərt mövqeylər, xüsusilə Almaniya kanslərindən gəlir ki, biz artıq sülh şəraitində Rusiya ilə yaşamaq artıq demək olar ki, tükənibdir, mümkün deyil. Yeri gəlmişkən Ukraynanın özündə, üzr istəyirəm, Ukraynanın özündə hərbi texnologiya getdikcə inkişaf edir. Özü də görürsünüz ki, Rusiyanın dərinliklərinə işləyən müharibə o dərəcəyə gəlib çatır ki, Rusiyanın bütün o əsl infrastrukturları ki var ki, istəyir logistika ilə bağlı olsun, istəyir neft, enerji resursları ilə bağlı olsun, enerji obyektləri ilə bağlı olsun, Rusiya kifayət dərəcədə bundan sonra da daha ciddi zərbələr vurulacaqdır. Bunu siz dediyiniz kimi, hələ Strelkov-Girkin bunu əgər içəridə hiss eləyirsə və bunun perspektivini də görürsə, bu tək deyil, yəni Strelkov tək deyil. Bu, biləsiniz ki, elə Putin komandasının o ətrafında o təhlükəsizlik şurası ki, deyilir ki, orada yığışanlar var, onların da ürəyindən keçən sözdür Strelkov-Girkinin dedikləri ki, bu məsələni nə qədər uzatmaq istəyirsiniz? Çox təəssüf ki, 24 sentyabrda Putinin göstərişi ilə əldə olunan, yəni ki, yeni büdcə, belə deyək, 2003 illik, 2026, 2027, 2028-ci il üçün bu xüsusi, belə deyək də, hərbi əməliyyat dediyi bu Ukrayna müharibəsini maliyyələşdirmək üçün xüsusi bir plan, yəni ki, xüsusi bir büdcə qəbul edir və bu büdcə, yenə deyirəm, ən çox, əgər əvvəllər hansısa neftdən, qazdan gələn daha çox gəlirlər isə, indi açıq şəkildə etiraf edirlər Maliyyə Naziri, Rusiya Maliyyə Naziri etiraf edir ki, biz artıq neft və qaz gəlirləri artıq o səviyyədə deyil, yəni artıq xeyli azalma gedir, tükənmə gedir. Mən bir məsələni xatırladım, Sevinç xanım, sentyabrın 25-də Trump BMT-nin Baş Assambleyasında çıxış eləyəndə Rusiya-Ukrayna məsələsinə toxundu və Rusiyanın iqtisadiyyatının konkret olaraq isə ifadəsi belə oldu. Putin və Rusiya çox gərgin iqtisadi vəziyyətdədir. Özlərinin apardığı bu axmaq, elə beləcə də ifadə elədi, axmaq müharibənin nəticəsində insanlar ölür
və vəziyyət getdikcə də dalana dirənir. Yəni ki, bu bir növ xəbərdarlıq idi elə Putinə ki, bundan sonra da daha gərgin vəziyyətə düşəcəksiniz. Siz deyən kimi, Rusiya-Ukrayna məsələsinin müharibəsinin gedişində Rusiya artıq bundan sonra əgər bu motivasiyasız müharibədə artıq cəmiyyətin yavaş-yavaş ayaqlanmasının bir şahidi ola bilərik. Bizə sual da verildi ki, əgər 3 illik planı bundan sonra da fikirləşirsə Putin, bəs Rusiya cəmiyyəti nə fikirləşir? Rusiya cəmiyyəti bu digər şəkildə buna etiraz edə bilərmi? Və yalnız elə Çinin köməyi ilə, Çinin dəstəyi ilə bu müharibəni 3 il bundan sonra da aparacaqmı? Yəni ki, olduqca çətindir. Yəni, amma siz deyən kimi, Putinin xarakterində bu məsələdə müharibəni dayandırmaq fikri yoxdur və siz dediyiniz kimi, növbəti ad gününə məhz hədiyyə gözləyir. Siz deyən kimi, belə bahalı brilyant zad gözləmir. Məhz öz xarakterinə məxsus olaraq torpaq gözləyir.